Gələn ildən qadınların pensiya yaşı artırılır. Oxu24.com-un xəbərinə görə 2026-cı ilin 1 iyul tarixindən etibarən qadınlar üçün pensiya yaşı 6 ay artırılacaq. Qanunvericiliyə əsasən həmin tarixdən qadınların pensiya yaşı 64 il 6 aydan 65 yaşa qaldırılacaq. Bu artım prosesin sonuncu mərhələsi hesab edilir və bundan sonra qadınlar üçün pensiya yaşı 65 yaş səviyyəsində sabit qalacaq. Sürücü cəriməni hissə-hissə ödəyə bilərmi? Əlavə edək ki, əmək pensiyaları haqqında qanuna əsasən pensiya yaşı 2017-ci il iyulun 1-dən başlayaraq mərhələli şəkildə artırılıb. Sosial Xidmətlər Agentliyi Ağdaşda mənzillər alır. Sfera.az, banker.az-a istimadən məlumat verir ki, Sosial Xidmətlər Agentliyi, publik hüquqi şəxsi, əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri üçün Ağdaş rayonunda mənzil təminatı məqsədi ilə satın alma həyata keçirir. Satın alma çərçivəsində 20 ədəd 2 otaqlı və 27 ədəd 3 otaqlı mənzil alınacaq. Müqavilənin ümumi dəyəri 3 milyon 187 min manat təşkil edir.